Alright, let's go. Hər kəsə salamlar. Dərinə gedək rubrikasında 10-cu buraxılışımızdayıq. Sözü verirəm Nəzrinə və başlayırıq. Hər kəsə salamlar. Deməli, elə qısa yoldan birinci mövzumuzun adını deyim. Bugünkü mövzumuz niyə biz bəzi şeyləri anlayırıq, amma bu anladığımız şeyləri qəbul edə bilmirik. Okey, maraqlıdır. Başlayaq. Am, Birinci istəyirəm səndən belə bir şey soruşmağa. Bu mənim həm də öz şəxsi təcrübəmdən əsaslanaraq sənə verdiyim sualdır. Məncə biz insanlar ümumiyyətcə çox vaxt bir şeyi anladım deyəndə daha çox anladığımız şeyləri məncə daha çox subyektivliyimizdən gələrək, daha çox elə bir qurban pozisiyasından, daha çox elə bir ki, qabağımızdakını günahlandırırıq, belə bir ssenari qururuq və deyirik ki, mən prosesi anladım. Hı -hı. Mən bu insanı anladım ya da mən nə baş verdiyini anladım. Bu mənim də çox-çox başıma gələn bir şeydir. Daha sonra səninlə məsələn bu mövzuna bağlı əgər məsləhətləşirəmsə sən mənə göstərirsən ki, işte anladığım kimi anlamamış ola bilirəm. Ona görə mən istəyirəm səndən birinci onu soruşmağı ki, ümumiyyətlə anlamaq dedikdə, yəni obyektiv, sağlam anlama dedikdə nə nəzərdə tuta bilərsən sən? Nə deyə bilərsən? Haqlısan ki, məncə biz çox zaman anladığımızı sanırıq. Mhm. Anladığımız sanıram. Bunu belə anlamaq öz-özlüyündə proqressdir. Çünki çox uzun zaman insan elə bilir ki, anladım da, başa düşdüm. Mhm. Amma başa düşəndə ki, yox, başa düşməyib, orada artıq daha dərindən, daha belə detallı nəyisə fikir verməyə başlaya bilir. Çünki hə, bizim hamımızın bəlli bir daxili quruluşumuz var, Mhm. subyektivliyimiz var. Mhm. Və o şey kimi, filtr kimi təyin edir ki, mən çox zaman olurdu. Mən bir şey deyirəm. Mhm. Məsələn, klient deyir ki, hə, görürəm ki, klient başqa cavab verir. Nəsə o tərəfə getmədi. Deyirəm, yox, yox, mən onu demədim axı. Deyir, nə dediniz? Deyirəm, siz nə eşitdiniz? Görürəm ki, heç əlaqəsi olmayan bir şey deyir. Mhm. Hadi bunu dediniz də, bu demək deyil. Deyirəm, yox, o demək deyil. Yəni, ə, əmin olmaq üçün ki, mən həqiqətən anlayıram ya yox, birincisi anlamaq lazımdır ki, məncə hə, ki, subyektivliyimiz var, ki, bizim filtrlarımız var. O təmiz şüşədən baxmaq üçün birinci ə, bacardığımız qədər təmiz şüşədən. Çünki yəni insan gərək özünü nə qədər tanısın ki, o şüşə təmiz olsun. Ona görə məsələn biz terapiyaya gedirik. Çünki inanırıq ki, məsələn, ay günün ya mənim psixoloqum kimi, yəni ki, o insan məndən daha təmiz görür, daha filtrsiz görür məni. Mhm. O bizə şans verir, özümüzün o filtrlə gördüm, anladım dediyimizin korrekt eləməyə də, yəni düzəltməyə və həqiqətən göstərməyə, yox, bu belədir. Əslində belədir. Çünki bizim güzgümüz bir növ çirklidir. Subyektivliyimizlə, görmək istədiyimizlə. O bir də mahnı da var, your eyes only see what they wanna see. Sən gözün görmək istədiyini görür. Özəlliklə də əgər sənin içində görə bilmədiyin, yəni yox, görməyə icazəsi olmadığın proseslər varsa, mən Mhm. özüm haqqında bunu görə bilmərəm, anlaya bilmərəm Mhm. dediyimiz məqamlar varsa, onda insan heç anlamır. O necə yəni bizim özümüzün özümüzə qoyduğumuz qadağaları nəzərdə tutursan, hə? Biz fərqində olmur o, bu tamamilə fərqində olmadan gedir proses, amma hə, mən özümü bəlli bir obrazla, bəlli bir aygünə tanımlayıramsa, məsələn, mən əgər mənim özüm haqda anlayışımda, məsələn, paxıllıq yoxdursa, Mhm. həqiqətən mən düşünmürəm də ki, özüm haqqında. Belə bir ki, mənim sistemimdə, daxili sistemimdə paxıllıq sözü yoxdur. Mövcud deyil. Mhm. Düşünmürəm bu barədə ki, mən haçansa paxılı. Həqiqətən mövcud deyil kimi düşün birincidə. Ki, yoxdur. Mənim leksikonumda, mənim dünya görüşümdə mən paxıllıq adlı anlayış yoxdur. Mən kiməsə paxıllıq edəndə mən bunu anlamayacağam. Okay. Bəs bunu nə adlandıracaq? Də yoxdur. Bəzən də elə olur ki, məsələn, mən bəlli bir şərtlərdə böyümüşəm, harda ki, paxıllıq söhbətləri olub və mən paxıl olmaq istəmirəm, çünki paxıllıq insanlar haqqında pis düşünürlər. Oy, o paxıldır, oy, onun gözü var, oy, nə və onda mən özümə qadağa qoymuşamsa ki, mən yox, qadağa yox, yəni mən özümü paxıllığı olmayan bir insan kimi tanımlayıram. Təmiz, qəlbi təmiz, deyirlər, gözü olmayan, qəlbi təmiz. Onda mən yenə də
paxıllığı görməyəcəm. Məsələn, mən deyəcəm ki, Nəzrin, məncə sən o qıza paxıllıq edirsən. Sən deyəcəksən ki, yo, 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 nə danış? Mən hamının xoşluğunu istəyirəm. Mən onun üçün siz nələr edirəm. Mən həmişə dua edirəm insanlara. Mən başlayacaqsan belə deməyə. Hı. Özünü anlamayacaqsan mənim sənə demək istədiyimi. Amma işte sən əgər mənim yanıma məsəl üçün gəlirsənsə və sən bir acı da olsa heç olmasa güvənirsən ki, mən filtrsiz görə bilirəm, mən özümdən işləyirəm, yəni görə bilirəm, onda mən sənə deyəndə ən azından heç olmasa ə, sən deyəcəksən ki, okey, dayanım, heç olmasa bu barədə düşünüm. O demək deyil ki, daxilində proseslər qalxmayacaq, amma heç olmasa pauza basıb düşünəcəksən o barədə. Hmm, okey. Ya anlamaq da oradan da çox Bir dənə də əlavə edeyim, biz çox zaman əzbərləyirik. Bunun da fərqində olmadan eləyirik. Məsələn, gəlirsən, hə, kimsə gəlirsənsə və deyir ki, budur, nəsə işləyirik, sanki özü haqda informasiyanı əzbərləyir. Instagramda oxur postları əzbərləyir. Mhm. Baxır YouTube videolarımı, informasiyanın fərqində olmadan tamamilə əzbərləyir. Və elə olur ki, sanki sual var, cavabını bilirəm, çünki Aygünün videosunda məsəl üçün bunu görmüşəm, cavabı budur. Amma bir dənə artıq sual versən, özünün mövqeyi yoxdur onun içində, özü yoxdur, özünün anladığı yoxdur. Biri də var ki, məsəl üçün mən bu sualım var, bu Aygün videosu çıxdı qarşıma. Mən o videonu otururam, bəlkə bir 5 dəfə baxıram. Daxilimə alıram, onu həzm eləyirəm. O Aygün dediyi prosesi özümdə görməyə çalışıram. Bir müddət üzərindən keçir, bəzən olur 2 il keçir. Məndə olub 2 il keçib, mən nəyisə nəhayət ki anlamışam və görmüşəm. Halbuki 2 il bundan öncə də mən elə gördüm ki, anlamışam. Başa Hmm. düşdün? Yəni bu çox yavaş prosesdir və özünlə mütləq o informasiyanı içinə alıb, onu bacardığın qədər həzm edib. Ona görə olur da, məsəl üçün mən hələ də bu videonu hələ çəkib qurtarmamışam. Mən Gözəl. 25 26 yaşında mən bunu oxudum. Bir də 43 yaşında mən bunu oxudum. Wow. Hmm. Yəni təsəvvür elə də anlayış səviyyəsində. Amma onda da fikirləşmişdim ki, anlayırdım. Məsələn. Hmm. Hı -hı. Amma bu həm də biraz bir yorucu səslənir. O mənada ki, yəni məsələn mən məsələn bir şeyi anlayıb düşünüb ki, "A, mən bunu anladım." Qırağa qoya bilmirəm də onu. Axı hamısı beyində o Azərbaycan elə bil ki, yer tutur da, hamısı yer tutur, hamısı enerji sərf edir. Elə bil ki, bütün onlara köklənəndə də elə bil sən bir yerdə, okey, bəlkə indi sən coachsan, sən bəlkə bu ya mentor ya bu işlə məşğul olursan deyənə Ə, amma əgər sən bu işlə məşğul deyilsənsə məncə, bütün bunları elə bir beynində bir yerdə eləyəndə elə bir beyində yer qalmır. Elə bir ki, belə zagrujon olur da, onu Azərbaycanca necə deyim, yəni. Yüklenmiş kimi. Hə. Ya dur deyirsən, o bilsən o onda yüklənmiş ol. Birinci burada yaxşı məqama sən toxundun ki, biz elə bil barışa bilmirik ki, biz heç bir şeyi çözmürük. Məndə də elə idi. Qabaq elə istəyirdim ki, anlayım, elə bildim ki, çözdüm, cavabı budur, vəssalam. Növbəti mövzu. Hə, ay sağ ol. Amma indi artıq barışmışam ki, bu elə deyil. Mən indi məsəl üçün bilirəm ki, bax, mən Masumiyət Müzəsini oxudum, Mhm. üstündən seriala baxdım. Mhm. Onu baxandan sonra, məsələn, dərhal sonra bəlli bir cür anlayışım var idi. Amma gördüm ki, o getmir də, hələ tam o deyil. Özümə zaman verdim. İndi görürəm ki, daha əlavə detallar çıxır ortaya mənim üçün. Başa düşdün? Çünki həzm etməyə, anlamağa, bəlli bir detalları anlamağa özümə zaman verdim. Amma bir tərəfim var idi. Hansı ki istəyirdi ki, dərhal buraxsın o videonu, eləsin. İlk o təsərrüfatımdan və anlayışım var idi axı. Amma Mhm. gözləyən mən daha detallı. Bir də var ki, mən Aygün 2 il sonra hansı ki daha da detallı anlayacaq o videonu, hansı ki məsəl üçün bu həftə çəkəcəm. Okay. Başa düşdün? Bax, onunla elə bir ki, barışmaq lazım olur ki, mən bugün bunu burada anladım, o demək deyil ki, bunun cavabı budur. Autoaqressiya mövzusu mənim üçün ay açılır ki, açılır ki, açılır. Yəni ucu bucağı yoxdur. Birinci bununla özünlə bir gün müqavilə bağlasan, anlasan ki, yoxdur, mən heç bir şey çözmədim. Amma biz istəyirik çözmək. Bilirəm, quş, bilirəm, quş. Cavablar bilirəm, quş. Başa düşdün? Mhm. Çünki anlamaq insana əminlik verir. Əminlik də elə bir ki, bu dünyada təhlükəsiz.
e, yaşamaq hissi verir elə bil ki insana. Sən bir şeyləri anlamayanda və ya qəbul edə mənim təcrübəmə görə qəbul eləməyəndə ki, mən bunu anladım. Elə bil ki, sən özünü təhlükədə hiss edirsən daima. Nə cür təhlükədə? Canavardan ola bilər. Elə bil bir sən necə təhlükədə? Yəni özgüvənli Hmm. mövzu ilə bağlı bəlkə də indi hər mövzudan asılı. Canavarımızdan ola bilər. Biz istəyirik hər şeyi həll eləmək, bilmək ki, vəsə mən rahatam. Kimsə məni aldada bilməz, kimsə mənə tupoy kimi baxa bilməz, kimsə mənə özgüvənsiz kimi baxa bilməz və onun üçün biz hazırıq hər şeyi əzbərləmək, 15 dənə diplom almaq, səhərdən axşam kimi videolar bağlamaq, baxmaq eləmək, ona görə insan doğrudan da yüklənir. Çünki reallıqda adi insan, hansı ki çalışmır bəlli bir nöqtəyə gəlsin, barışır ki, mən ölənə kimi anlamağa davam edəcəm. Və bu çətin şeydir. Bu yenə də bax anlamaq və qəbul etmək yenə mövzumuza gəlir çıxır. Onu özü də bir anlamaqdır da, onu özü də bir. Hə. Məsələn, mən onu anlayıram, Hı. anlayıram sən dediyi məntiq olaraq anlayıram. Amma onu qəbul etmək, özəllə də məsələn indi biz səninlə bunu danışdıqca mənim beynimə bir-iki şey gəlir də, məsələn özümlə bağlı. Onları ki, o hələ anlamalıyam, hələ elə bir ki, onları anlamadıqca elə bir adamın içində bir panika yaranır başa düşün. Tam qəbul eləməyəcək ki, mən bu işi çözdüm. Hə. Anladım, qəbul etdim, də həzm etdim və sair. Elə bir bunu prosesi keçməmisən və hələ keçirsən, hələ ki prosesdəsən, hələ anlayacaqsan, hələ daha da çox O davam et, o anlayacaqsan. proses onsuz da bitməyəcək. Bax bunu elə bil ki insan ona görə nə məsələn psixoloqlar, terapevtlər hansı ki deyir ki təmizlənəcəksən, çözüləcəkdir. Rus dilində var praraботаны, praraботаны. Onlar o yalandır. Amma biz insan olaraq o tərəfə yönlənirik. Bizə çox şirin gəlir. Çünki görsən hamımızın içində o canavar var, hansı ki özünü təhlükəsiz hiss etmək istəyir. Və əgər Nəzrin mənə bir terapevt kimi söz verirsə ki, mən həll olunacağam, onda mən onun yanına gedəcəm. Nəinki Aygün hansı ki deyir ki, yox sən ölənə kimi həll olunmayacaqsan, amma özünlə yaşamağı öyrənə bilərsən. Hmm. Başa düşürsən? Autoaqressiya həll olunmayacaq, amma onunla yaşamağı öyrənə bilərsən. Paxıllığın heç yerə belə getməyəcək, amma onu azalda bilərsən. Aqressiyan heç vaxt heç yerə getməyəcək və aqressiv insan pis insan deyil, amma onunla yaşamağı, tənzimləməyi öyrənə bilərsən. Elə o gün İstanbula gələndə danışdı, sən dedin ki, Adəm karakterini çox sevirəm də. Halbuki oranın ən aqressiv belə də, yəni aktivni görsənən aqressiv obrazlarından biridir. Başqa bir şey sənə sual vermək istəyirəm. Ə, Bunu bir misal üzərindən verəcəm sənə ki, daha aydın olsun da, amma əvvəl sual vermək istəyirəm. Necə olur ki, biz əslində müəyyən bir topikdə bir şeyləri anlayırıq. Hı. Bir var ki, sən anlaya bilmirsən, bir var ki, sən görə bilmirsən. Bir var ki, Aygün mənə bunu deyir, mən onu görə bilmirəm heç bir şəkildə də. Yəni dünya dağılır, qəbul eləmirəm. Amma necə olur ki, insan bir şeyləri anlaya bilir Hı. və anlayandan sonra belə o elə bil ki, ona o mövzuya müqavimət göstərə bilir. Məsələn, bunu deyəndə bir dənə misal verim, indi başa düşəcəksiniz. Bunu deyəndə məsəl üçün mənim ağlıma bir uşaq gəlir, məsəl üçün balaca uşaq. Deyək ki, məsələn də şüşədən bir oyuncağı var, nəsə çox sevdiyi. Tutar ki, əlindən yerə düşür. Məsəl üçün nə bilim 5 yaşında uşaq təsəvvür elə də, artıq düşüncəsi var müəyyən qədər. Düşür oyuncağı yerə, sınır, təbii ki, şüşədir də, yəni çili-çili. Məsələn, bu uşaq görür, anlayır ki, bu artıq düşdü, sındı və södə, yəni bu sındı və valideyn buna izah eləyir, tam terapevt yetişkin insan izah eləyir, göstərir də. Valideyn izah eləyir, başa salır, göstərir ona ki, bax bu sındı, okey, biz səni təsirini alarıq, biz уже bunu düzəldə bilməyəcəyik. Sanki valideyn izah eləyəcək, uşaq onu anlayır, başa düşür. Amma yenə də o ağlamağı, başa düşdüm, belə üsyanını dayandıra bilmir də. Necə olur ki, biz artıq aydın görürük, amma gördüyümüz halda yenə də ona müqavimət göstərməyə davam edirik. Mən düzgün anladımsa, məncə sən məncə hər dərinə gedəndə səndən bu şeyə dirəşirik. Yəni mövzuların emosional tərəfinə baxmırsan. Hə, o dəfə də bunu danışmışdıq səninlə. Yəni də okey mənim bu şüşədən deyək ki, məsələn, atamın mənim üçün aldığı şüşədən gözəl təyyarə idi. Bir oğlan uşağıyam 5 yaşda və bu təyyarə idi. Və mən o təyyarəni çox sevirdim. Mənim üçün anlamı yüksək idi. Bəlkə mənim atam nə bilim belə deyə də Özbəkistana getmişdi və mən onun yolunu bir həftədir gözləyirdim və atam mənə oradan da göstərdi bunu. Bunda yəni onun yüklədiyim anlam çoxdur. Atam da təyyarə ilə gələcək. Təyyarə də mənim yəni o qədər yəni emosional olaraq
anlam yükləmişəm buna. Və mənim üçün onun çilik-çilik olması nasıl ki məntiqlə başa düşürəm ki, bu qırıldı, artıq bu yoxdur. Amma emosiyalar var axı, hansı ki məni bağlayırdı bu əşyaya. Hmm. Var mən 5 yaşlı məsələn Orxan, Hı hı. hansı ki bu təyyarəsi var idi. İndi isə yoxdur. Var idi Sevda, Hı hansı hı. ki özü haqda bir anlayışı var idi. İndi yoxdur. Tanımlaya bilmir artıq özünü köhnə imajı ilə. Çünki bir şey gördünsə onu görməyə Artıq bilmirsən. hansını ki bu təyyarəsi var. Və bu məni incidir ki, mən o uşaq deyiləm, hansını ki o təyyarəsi var idi. Axı var idi və bu mənim üçün önəmli idi. Hmm. O bir sənnəşin deyirəm mən bunu. Yəni bu sual əslində deyəndə, yəni elə bir insanın düşüncəsində sanki 5 yaşında hələ tam konstruktiv düşüncəsi formalaşmamış bir uşaq gəlir insan beyninə. Baxmayaraq ki, bu mən də eləyirəm ha. Yəni bir şeyləri ya sən mənə göstərə bilərsən, özüm başa düşə bilərəm və ona qarşı müqavimət göstərim. Görsəm belə ya, aydın ki, artıq o nə söz var ya, kör kör gör da. Yəni artıq bunu görürsən, amma yenə də dirənib ona qarşı müqavimət, üsyan qaldırırsan da içindəki. Yox, necə belə. Amma bir tərəfdən fikirləşirsən ki, bu sanki konstruktiv düşüncəsi olmayan, balaca bir uşağa aid olan bir xüsusiyyət kimi gəlir insana. Baxır üsyana, baxır reaksiyaya. Əgər kaprizli bir üsyandırsa, hə bizim uşaq tərəfimiz var, hansı ki, məsəl üçün ayağını dirəyə bilər ki, istəyirəm, istəyirəm, bu dəqiqə yəni əvəz elə bunu bundan ya da yox, qırılmasın, düzəlsin, düzəlsin, yapışdır. O da ola bilər. Amma Mhm. daha yetişkin insan axı məncə heç olmasa bir aca yetişkin insandırsa, o dərəcədə kaprizli reaksiya vermir. Məncə durumdan asılıdır. Ola bilər, onun önəmliliyi nə qədər idi və insanın nə dərəcədə inkişaf etdiyindən də asılı ola bilər. Amma yenə də məncə sən emosional tərəfə baxmırsan. Misallar verəndə yenə də emosiyaları nəzərə almırsan. Ona niyə görə deyirsən ki, emosiyalar nəzərə alma, məsələn bu misal üzərində? Sənə elə gəlir ki, insan məntiqlə bir şeyi başa düşdüsə, bəs o həll olunmalıdır. Bəs emosiyalar Hmm, varlıqda axı. okey. Sana emosiya qoymur nəsə eləmə. Məsələn, atıram. Mən möhtəşəm cərrah ola bilərəm. Bütün bacarıqlarım buna var, biliyim, istəyim də var. Amma mən Mhm. o narkozun altında yatmış insana baxa bilmirəm, onu kəsə bilmərəm, onun içinə girə bilmərəm. Mən özümdən danışmıram, mən məsələn. Də. Mən emosional olaraq təsəvvür elə bir 40 yaşlı kişi, hə? Bunu Mhm. qaldıra bilmirəm. Görə bilmirəm kəsilmiş bədən. Okey, mənim üçün emosional olaraq bu mümkün deyil. Halbuki sən deyə bilərsən, necə niyə? Ya get də sənin kimi belə biliyi olan, sənin kimi get elə. O da eləyə bilmir, çünki baxa bilmir. Amma eyni insan məsələn, gedib möhtəşəm professor ola bilər universitetdə. Nəm cərrahiyyənin dərsini deyə bilər. Onun üçün emosional olaraq bu ə, mümkündür. Bilmirəm. Okey, düz deyirsən. Mən emosiyaları nəzərə almıram burada. Ə, yaxşı, bax deyək ki, tutam ki, əgər məsəl üçün sən deyək ki, çox önəmli bir mövzu var sənin üçün. İndi hərənin içində bir şey gələ bilər də özü ilə bağlı. Və sən məsəl üçün orada bəzi şeyləri artıq anlayırsan, görürsən, bir şeyləri artıq başa düşürsən, amma yenə də içində ona qarşı çox böyük bir dirənc göstərirsən, üsyan göstərirsən. Yox, bu belə ola bilməz, necə bu belə ola bilərdi? Necə yəni mümkün deyil, necə yəni alınmır, nə bilim indi kimin ağlına nə gəlirsə də. Əgər sən bu üsyanı özünlə aparırsan, deyək ki, hamıda terapiya ilə məsələn məşğul olmur da və ya hazır hiss eləmir də. Əgər buna baxaraq özünə biraz kömək eləyə bilərsə, burada məsələn bir insanın ata biləcəyi realistik xırda bir addım nə ola bilər? Əgər mən bu cümlələri işlədirəmsə ki, bu necə ola bilərdi? Ya da bu olmamalı idi. Başqa nə dedin? Bu necə ola bilərdi? Hmm, necə yəni bu belədir, nə bilim, yəni də bu tipdə ola biləcək sözlər yığını. Hə, bu göstərir ki, bu cümlələri işlədən insan reallıqdan uzaqdır. Çox insan reallıqla kontaktda olmadan yaşayır. Bu Hmm. görə məsələn elə gəlir ki, bizə ki, xəstələnir başqa insanlar. Başqa insanların valideynləri.
Birdən o sənin həyatında baş verəndə, necə yəni bu baş verdi? Necə ola bilərdi? Onda mən məsələn sualım deyir ki, niyə olmamalı idi ki? Of, çox ağır sualdır. Yəni belə Çox demərəm. agressiya doğuran sualdır bu. Hə, hə, əlbəttə ki, aqressiya doğuran sualdır və mən o sualı vermirəm. O moment insanın içindən canavarı qalxıb səni yemək istəyir ki, necə yəni necə olmaya bilərdi məncə. Hə, bəs niyə? Bax onu indi sən mənə denən. Görürsən necə avtomatik olaraq aqressiya oyandı? Mən sənə deyirəm, niyə səninlə olmamalı idi ki? Sən hissləniyorsan məndən niyə olmalı idi ki? Mən də deyirəm, bəs niyə olmamalı idi? Bax sən denən məsələn, ağlına nə gəlir ilk? Niyə olmamalı idi səninlə? Niyə başqasının olmalı idi, səninlə yox? Niyə? Hmm. Yaxşı sualdır. Gözəlsənmi, sən istisnasanmı, sən yaxşı insansanmı, səninlə bu baş verməməli? Niyə? Ya ağlıma yaxşı insansan gəlmir, amma maraqlı sualdır ki, niyə mənimlə olmamalıydı? Biz hamımız bir şeydə yaşayırıq, bubble-da da, yəni belə şərikin içində yaşayırıq. Hardakı reallıqdan uzağıq və bizə elə gəlir ki, olmayacaq. Bizimlə bu olmayacaq. Düz deyirsən. Amma niyə olmamalıydı? Maraqlı sualdır əslində. Adam o özünü elə bir o sualı özünə verəndə bir dayanırsan. Elə bir panika adamı ki, 2 saniyə dayanır və şoka düşürsən ki, a, doğrudan niyə olmamalıydı? İndi hərənin ağlına bir şey gələ bilər də, yəni Məsəl bilmirəm. üçün, onlarla olmalıydı bu situasiya. Onları, oradakı qadınları məsələn, yoldaşları aldada bilər, amma məni yox. Mənimlə bu olmamalı. Niyə? Çünki mən o qadınlardan daha üstünəm, daha ağıllıyam, daha çox taktika bilirdim, daha təmizəm, daha mübakirə idim, daha müvarlı idim. Basən o dahalar gəlir də. Yəni hansısa daha üstünlüyüm mü var idi? Niyə? Hə? Niyə onlar aldadıla bilərdi və mənim üçün bu çox qeyri-adi bir şey kimi gəlmirdi, amma mənimlə bu baş verdisə, bu mənimlə olmamalı idi. Niyə? Axı onun hər birinin arxasında bir səbəb var o cümləni deyən insanın. O niyə mənimlə olmamalıdır? Məncə o ən təhlükəli şeylərdən biri də məsəl üçün uşaqlıq travmalarıdır. Yəqin ki, hamının, çox adamın həyatında az-çox uşaqlıq travmaları var da. Mənə elə gəlir ki, orada düşünürsən ki, mən belə saf uşaq idim, balaca uşaq idim, nə bilim qorumasız da. Belə qorumasız yəni, təbii valideyn qoruyur, amma özün özünə də, yəni qorumasız insan idim və s. Belə saf balaca bir məsələn mələyin başına niyə belə bir şey gəlməli idi kimi, məsəl üçün belə bir üsyanlar qalxa bilər. Bu üsyan qalxa Bizimlə bilər. bağlı demirəm, amma ümumiyyətlə misal olaraq deyirəm bunu. Hmm. Bu üsyan qalxa bilər. Məndə problem deyil, yəni bu emosional tərəfi də. Amma bunu da əgər kimsə həqiqət bir var ki, üsyan eləmir bir şey haqqında nəzrin. Mhm. Ki niyə, məsəl üçün, mən mələk idim, təmiz idim, uşaq idim və üsyan edərək elə yaşayıram. Bir də var ki, mən bu sualı verirəm həqiqətən anlamaq üçün. Həqiqətən anlamaq üçün. Və onda ə, uzun bir müddət çəkə bilər, amma insan onda məsələn bəlli bir nə qədər də incitsə də yavaş-yavaş da bir anlayışa gəlir ki, burada məsələ kimsənin günahkar olmağında da deyil. Mənim yəni nə mələyimi, nə uşaq sadəcə olaraq həyatın qədişatı elə gəlib ki, mənim valideynlərim məsələn bu insanlar olub. Mhm. Onların da valideynləri hansısa insanlar olub, belə formalaşıb və mən bu ailənin içinə heç kimin sənin başa sala bilməyəcəyi səbəblərə görə düşmüşəm. Mhm. Necə ki, kimsə Afrikada doğulub, biz də Azərbaycanda doğulmuşduq. Kimsə bunu yəni nə qədər istəsə başa sala bilməz də. Minlərcə hadisələr olur. Hansı qeyd edir ki, Aygün bu ailədə doğulur, Nəzrin o birisi ailədə doğulur. Başa düşdün? Və artıq onun o birisi tərəflərini anlamaya başlayanda o üsyan aşağı enməyə başlayır. Çox. Yenə məncə bir O durum. üsyanla yaşayıram ki, elə hey üsyan edim də, sanki mən orada özüm, orada artıq əlavə bir rollar var, harda ki mən günahsızam, mənim də haqlı qəzəbə haqqım var, mən istədiyim kimi davrana bilərəm, mən istədiyimi edə bilərəm, mən valideynlə necə istəyirəm danışa bilərəm, insanlarla necə istəyirəm davrana bilərəm, çünki mən haqsız yerdə bunları yaşamışam kimi də fərqli pozisiyalara insan girə bilər. Hmm. Bir də indi sənin sualını düşünürəm ki, o niyə desən yox da. Mənə elə gəlir ki, niyə mən sualı biraz da elə bir adama kömək eləyir ki, o durumla bağlı heç nə eləməyəsən.
Məsələn, sən oturub içində deyəndə ki, niyə mən, niyə mən, niyə mən? Sən sanki nəsə eləyirsən kimi hiss eləyirsən də. Sanki dəstək olursan, sanki bu mövzunu araşdırırsan, içində sanki bir şeylər anlamaya çalışırsan, özün üçün yas tutursan, indi durumdan nə olmanı asılı olmara. Məncə bu biraz da insan elə bil ki, özünü autoaqressiya eləməsin. Əgər sən tutan bir şey var, o ki ona qarşı konstruktiv davranmalısan ki, sən bunu anladın və indi sən bununla bağlı konstruktiv bir şeylər eləməlisən. Mhm. Ya da məsələn özünün payını görəcəksən orada. Baxır hadisə nə isə və öz payını görəcəksən və hə öz payımı görməyənə qədər onda məndə autoaqressiya çox daha aşağı olur. Hə, haqlısan. Düzdür. Kimsə mənə qarşı haqsızlıq edib və mən indi onun cəzasını mı istəyirəm, o cəza çəkilməsini mi istəyirəm, özümün içində cəza verirəmsə, hə. Amma diqqətlə araşdırılıb, yenə də baxır hansı misaldan söhbət gedir, o heç. Amma çox zaman insan öz payını görəndə ilk növbədə artıq özünə hücum eləməyə başlayır. Hmm. Başqa sual da sənə verim. Bəs niyə biz bəzi şeyləri anlasaq belə, yenə də ona o uyğun formada hərəkət eləyə bilmirik? Məsələn, tutalım ki, bir valideyn, tutalım ki, öz övladına aqressiya göstərir, ya indi əl qaldırır, ya emosional şiddət göstərir. Tutalım gedir bir terapevt yanına və bu terapevt ona izah eləyir də ki, bu sizin məsələn deyə bilər öz-özünə bağlıdır, ya deyə bilər ki, nəsə ona göstərir ki, yəni bu doğru bir şey deyil. Siz biraz özünüzlə işləməlisiniz ki, yəni bununla bağlı bir şeylər edəsiniz. Sanki qadın bunu anlayır, sanki qadın bunu görür. O ki, başa düşür ki, övladına qarşı düzgün hərəkət eləmir belə desək. Amma məsəl üçün evə qayıdır, anlaya-anlaya bunu ki, artıq terapevt ona bir şeyləri göstərir və o görür. Anlasa belə bunu, amma yenə də övladına məsələn bu şiddəti göstərməyə davam edir. İndi bu verə biləcəyimiz misallardan biridir. Deməli, hələ ki anlayış yoxdur orada. Məsələn, sən anlamaq prosesindən indi etap-etap bayaq danışanda deyirsən, insana elə gəlir ki, o etaplar o qədər qısadır. Gəldim, terapevtimlə seans elədim, anladım, indi gedib başqa insan olmalıyam. O bəzən eyni anadan məsələn söhbət gedirsən, o ana bəzən 2 ilə yaxın gedə bilər terapiyaya ki, həqiqətən anlasın ki, uşağına qarşı nə edir. O qədər asan deyil və o qədər tez deyil. Əslində təxmin edirəm bunu, yəni o asan və tez olmadığında. Amma Amma danışanda elə demirsən. Amma deyək ki, məsəl üçün artıq 2 ildir gedir, ya 3 ildir gedir, amma məsəl üçün bu o davranış tərzinə elə bil özü-özünə kömək eləyə bilmir də bunu. O aqressiya anında öyrəşdiyi kimi hərəkət eləyir yenə də. Baxır nə qədər hansı aqressiv. Biz çox dəhşət stresli anlarda hamımız qayıdırıq bildiyimiz fabrika ayarlarımıza. Hay Allah. Amma baxır nə dərəcə məsələn, əgər 2 il bundan qabaq ayda 10 dəfə epizod olurdusa, indi 2 il sonra ayda bir dəfə epizod olur, o da proqresdir. Orada Hmm. detallar çox önəmlidir. Okey. Deməli onda biz yenə də məndə biraz o dəfə də sən danışırdı. Progresə o appreciate nədir? O dəyərləndirmirəm də elə bil ki. Məsəl üçün tam azalıbsa mən elə bil nəticəyə baxıram da, nəyə görə? Nəticə də sənin üçün mələyə dönmüş valideyndir. Amma bu elə olmur. Heç olmasa aqressiyası azalmış da, yəni ki, sovrulmuş olmasa da. Azalmış ola bilər. Azalmış ola bilər. Çünki özünün daxili proseslərini özünü anlayır. Başa düşməyə çalışır ki, mən əslində uşağımı nə kimi görürəm, uşağıma kim kimi baxıram, düşmənimmi kimi baxıram, rəqibimmi kimi baxıram, nə kimi görürəm. Yəni bunlar hamısı çox mürəkkəb proseslərdir. Mhm. Əgər 2 il ərzində həqiqətən detallı, yavaş-yavaş işləyirsə və bir anlayışa gəlirsə, mən inanmıram ki, orada nəticə olmaya bilər. Əgər heç bir, yəni düzgün terapevtlə işləyirsə, düzgün üsullarla və heç bir nəticə yoxdursa, deməli o insan hələ də anlamır, hələ də özünü o aqressiv özü ilə tanımlamır. Yəni hələ də səbəb göstərir ki, yox, o uşaq belə elədi, məni hirsləndirdi. Amma bu da bir faktdır da, Aygün yox. Doğrudan da uşaq bir şey elədi və məni əsəbləşdirdi. O fakt, amma reaksiya yenə mənimdir. Hmm. Biz danmırıq kənardan olan səbəbləri. Amma mənim münasibətim niyə belədir bu insanla? Niyə mən bu
reaksiyanı verirəm. O tamamilə başqa şeydir. Hmm. Bəzən elə bir insan terapiyaya gedə bilər və yaxud da məncə özünə işləyə bilər və müəyyən bir zaman sonra mən çox yaxından tanıdığım birisi də var. Məsələn, indi deyəndə ağlıma gəlir. Yəni başlaya bilər, amma müəyyən bir nəticə görməyəndən sonra elə bir demotivasiya olur da. Yəni motivasiyası itir, alınmır, olmur, onsuz da deyir də. Məsələn, əgər bir insan tutam o prosesin öz getdiyi sürəcdən danışsaq da, əgər bir insan məsələn doğrudan da terapiyaya gedir və getdiyi terapevtə güvənir və yaxud da deyək ki, özü ilə işləyir. Məsələn, bu videoya baxır məsələn və bir nəticə əgər hələ də görə bilmirsə, demək ki, orada o nə proses gedir ki, o hələ də bir nəticə görə bilmir. Ə, baxır hansı mövzuda, baxır nədə. Biz ümumən mi baxırıq o insana, yoxsa konkret hansısa mövzuda o terapiyada olan insan? İndi burada hər mövzunu qoya bilmirik axı da, ümumi yəni Axı maksimal. insan da axı elə 2 il ərzində bir dənə mövzu üzərində işləmir axı. Ümumən özü ilə işləyir. Və Hmm. əgər biz ümumən baş verən prosesləri dəyərsizləşdirsək bu dəqiqə terapiyada, onda bizə elə gələcək ki, heç nə olmuyor. Bir də ki, dəyişikliklər çox xırda olur. Çox xırda-xırda, cüzi-cüzi. Bir də 2 il sonra baxırsan ki, xeyli şey dəyişib. Amma əgər mən yenə də yönlüyəm və bunu anlamıram, fərqində deyiləm, ideal tərəfim çox güclüdür. Mənim üçün nəticə deyilən budur, onda onunla müqayisədə bütün aparılan iş ə, Mənasızlaşır. sızlaşır. Bir də yenə də əslində ki, nə cür terapiyaya gedir. Onda Bəzən deyək, insan, yenə də deyirəm, bəzən insan elə bilir ki, anlayır, amma anlamır. hmm, Məsələn, hərdən mesajlar yazdırdılar Instagramda ki, illərlə məni izləyən insanlardır. Ki, məsələn, mən qabaq bunu başa düşmürdüm, indi başa düşdüm, amma mən mesajı oxuyanda görürəm ki, o hələ də başa düşmür. Başa düşdüyünü sanır. Sadəcə hmm. mənim buna nə vaxtım, nə heç bir şeyim yoxdur ki, yəni terapiya deyil ki, mən 3 saat orada nəyəsə izah edirəm. Amma mən görürəm ki, o başa düşdüyünü düşünür. Çünki onun üçün çox önəmlidir özü üçün qeyd etmək ki, mən artıq bunu başa düşürəm. Mən bayaq dediyimdə insan onda rahat hiss Hı. eləyir. Elə bil ki, bunu dan da olduğu kimi Hə, tık qoysan, hə. indi növbəti mövzuya keçə bilərəm kimi. Çünki hamısı birdən gələndə elə bil ki, sən öz. Sadəcə başqa mövzuya keçə bilərəm. Yox, mən bu mövzunun cavabını bildiyim insanam. Hə, okey. Hmm. Anladım. İndi mən də bilirəm. Qabaq bilmirdim, indi bilirəm cavabı. Bildim. Hə, bu budur. Vəsə, bilirəm. Və o tələdir. Amma mən oxuyuram mesajı, başa heç bu öyrənməyə, anlamağa heç başlamayıb belə. Çünki məncə bir şeyi anlayanda o anladığın şey illaki mütləq səni incidən bir şey olur. Mütləq ki, onun gəl ucu sənə dəyir və o dəydiyi şey sənə xoşuna gəlmir. Elə bir sanki bir şey doğrudan mənim deyə bilərəm ki, obyektiv anladığımı başa düşmək üçün görməlisən ki, bu anladığın şey səni incidir, yoxsa incitmir, xoşuna gəlir, yoxsa gəlmir. Çünki mən əgər məsələn özəlliklə səninlə nə isə müzakirə edirəmsə, mən nə isə göstərsəsə, mən doğrudan anlayıramsa, Hı. o anladığımı anlamamağı tərcih edərdim. Yarı düşdün. Yəni kəşke bunu bilməzdim, kəşke bunu Hə. görməz. Əgər o hissi almıramsa, elə bil, yəni almıramsa o hissi demək ki, anlamamışam hələ. Yəni mən elə Amma düşünürəm. bax o qədər kaş ki heç bunu bilməzdim, kaş bunu görməzdim. Niyə? Çünki indi nə? Sən demiş durumdan asılıdır, situasiyadan asılı olan bir şeydir. Amma daha çox nəyə görə deyim? Çünki mən anladığım formada olanda o situasiya, onun ucu mənə toxunmurdu. Hı -hı, mənə toxunmurdu. Əgər Mənim haqqda deyildi, mənimlə bağlı deyildi. deyildi. Hə, kimsə mənə eləyir ya da nəsə həyat mənə eləyir, nəsə olur və mən orada mütləq ki bir qurban rolunda bir yerdəyəm. Amma əgər mən anladımsa və onun anladığı həqiqətən obyektiv anladım və anladığım yerdə ucu mənə toxundusa, mən orada öz rolumu gördümsə ki, onda deyirəm ki, okey, heç anlamasam bundan içimdən elə bir hiss keçir də, yəni ki. Anlamasam daha yaxşıdır, çünki artıq mənə də dəxlisi var bunun. Var. Hə. Mənim də payım var burada. Bu qədər adama pis hiss elətdir. Mələk deyiləm, qurban deyiləm. Mənim də payım var burada. So, rollar dəyişdi, oyun dəyişdi. Bir dəfə də bunu gördünsə görməyə bilmirsən, sonra da məncə insan özünü sonra aldada bilmir də. Anlatsan belə yəni bir yerdə Uzun müddət keçsə aldada bilir.
uzun müddət keçsə, terapiyanı dayandırsa, tamamilə silsə şey eləsə, qayıtmaq olur. Doğrudan. Olur. Qorxdum biraz. O məsələdir də, daima özünü suyun üzərində saxlamasan batırsan. Çünki mən bu anladıqlarımı anlamaq üçün emosional o qədər effort sərf etmişəm ki, bir də bunu anlamamaq, yəni ki, o batırmaq istəmərəm sözümü. Fabrika ayarlarına, bizim o fabrika ayarlar dediyimiz bizim o psixikamızda uşaqlıqdan bəri formalaşmışıq. O dominant da, ən güclü psixikada var da dominantlar. Kiməsə maraqlısa axtarsınlar, psixikadakı dominantlar oxusunlar da. Onlar o qədər güclüdür. O qədər güclü, onlar heç bir yerə getmir. Ona görə biz biraz belə yayınanla vəssalam gedirik ora. Qaydırıq. Ona görə əgər suyun üzərində qalmaq istəyiriksə, düşünən məsəl üçün insan olmaq istəyirəmsə, öz üzərimdə işləyən, özümlə kontaktda qalan olmaq istəyirəmsə, bir göz daim açıq olmalıdır. Uydan. Gör nə qədər proses gedir. Anlamaq kifayət etmir, anladığını qəbul etməlisən. O da kifayət etmir, dayanmadan bunu elə bir suyun üzərində saxlamaq üçün efor sərf etməlisən. Hə, ayıq olmalısan, Hə. oyaq olmalısan. Amma biz yatırıq axı çoxmu? Hmm. Ona Ayıq. bizə də gəlir ki, anladım, anladım amma heç nə dəyişmir. Yox, anlamaqla heç nə dəyişmir. Hmm. Yaxşı, başqa sualımı da verim sənə. Niyə biz bəzi şeyləri anlayırıq, amma bu anladığımız şeyləri özümüzə aid etmirik? Buna bir misal verim. Biz səninlə bəzən söhbət edirik bir mövzuna, bax mən özüm sənə nəsə bir sual verə bilərəm. Sən mənə onun cavabını deyirsən. Sonra biz başlayırıq səninlə aktiv müzakirə eləməyə. Mən də aktiv rol oynayıram, sənə sual verirəm, verdiyin suala cavab verirəm. Məsələn, sən mənə deyirsən ki, nəzə elə bir biz oturmuşuq, hansısa bir kinonu müzakirə eləyirik. Bəlkə xatırlayarsan, yəni Hə, neçə elə bir ki, hansı kino müzakirədə, yəni sən WhatsApp-da danışıq səninlə, yenə söhbət edirik. Deyirsən ki, elə bir ki, hansısa bir kinonu müzakirə edirik. Başqa bir hansı kinoda bir xarakterdən danışırıq da, elə bir. kiminsə haqqında danışırıq elə bil. Hə də yəni sən məndən, mən də özümdən yox, biz ikimiz kimdənsə danışırıq elə bil. Halbuki sən məndən soruşsan, mən deyərəm ki, yox, nəyə görə ki, mən özümdən danışıram. Bunu da anladım da özüm haqqında da, məsələn də. Belə çox da əminəm ki, anladım əslində. Vроде anladığımı da belə baxanda anladığımı da doğru anlamışam, ha, yəni obyektiv formada anlamışam, amma onu özümə aid etmirəm və Hə. etmədiyimi də görmürəm. Çox əminəm ki, mən özümə bunu aid edirəm. Yəni sən dəfələrlə olub ki, sən bu mənə deyəndə, mənə yazmısan. Mən heç sən cavab belə yazmıram. Oturub fikirləşmişəm ki, necə yəni mənəm? Bu ruçka, bu mənə aiddir. Necə yəni mən özümə aid eləmirəm də bunu. Ona görə bu sualı bura əlavə eləmək istədim ki, yəni necə olur ki, biz anlayırıq. Bilirsən, insan özü özünə bir şey aid edəndə mən özümə bir burada not yazırdım. Anlamaq direkt olaraq bağlıdır real mənlə. Əgər mən hansısa mövzu barədə çox zaman insan məsəl üçün elə bilir ki, gəlir şikayət edir. Ay yox xanım, mən elə paxılam, ay yox, mən elə paxılam. Oy, mən elə pis bir şey elədim. Mən elə bir ki, fikir ver, burada elə bir ki, özü haqda danışmır, elə bir özü haqda şikayət edir. Əgər mən şikayət edirəmsə, o tonda danışıramsa, ya da özümə hirslə danışıram, mən bunu necə eləyə bilərdim, mən necə bunu elədim axı, onda elə bil ki, mən bunu edə bilməzdim. Mən bunu edən mən haqda şikayət edirəm. Mən bunu edən mən haqda məndən hirsliyəm. Onun üstünə hirsliyəm. Amma mən deyiləm bunu. Əgər mən bu etdiyim hərəkət üzərindən hirsliyəmsə, deməli onu mən eləməmişəm. Etdiyim hərəkət haqqında şikayət edirəmsə, mən etməmişəm. Bax da nəzərəm. Mən deyirəm ki, sənə, məsələn, kiminsə qeybətini qıraq. Ki, hansısa sevda var. Deyirəm ki, uyda, sevda, dəhşət, sevda necə paxıldı, insan belə paxıl ola bilər falan filan. Bunu deyən mən səncə özünü paxıl sanır yoxsa yox? Yox. Yox, deməli mən deyiləm. Bax, eyni proses daxildə baş verir. Amma mən biləndə ki, məndə də paxıllıq var. Paxıllıq çəkmişəm. Situasiya, yəni mənə aiddir bu mövzu, məndə də var. Mən heç vaxt sevdanın dalınca elə deyməyəcəm, danışmayacağam. Başa düşürsən? Biraz bilirsən nəyi başa düşmürəm. Bax deyim ki, bir var ki, məsəl üçün sən mənə deyirsən ki, bu arada belə söz deməyim, məsəl üçün deyirəm.
Məsələn, sən mənə deyirsən ki, sən aqressivsən. Hmm. Məsələn, nə ağlıma gəlir. Məsələn, deyirsən ki, aqressivsən. Elə bir var ki, mən sənə deyirəm ki, yox Aygün, mən aqressiv deyiləm. Absolut heç aqressiv deyiləm. Bir də var mən sənə deyirəm ki, Aygün, mən özümdə aqressiyanı görürəm. Mən görürəm ki, mən aqressiv insanam. Və mən oturub düşünəndə öz həyatımı, həyatımda olan insanlarla münasibətimi, nə bilim indi övladım varsa övladımla, valideyni varsa valideyninlə, yoldaşımla, görürəm ki, mən doğrudan da onlarla üzdə və bəzən üzdə olmasa belə içimdə aqressiyadan ölürəm. Yəni mən axı bunu görürəm, anlayıram, hiss edirəm. Bax, indi belə danışanda ə, aqressiyan barədə hirsli danışırsan. Bir fakt kimi yox, yenə də şikayət edərək hirsli olaraq danışırsan. Mən bunu hiss eləmirəm. İndi çünki sən dərinə gedəkdəsən, sakit, spokойно, spokойno deyirsən. Seansda heç kim bunu belə demir. Hmm. Adətən insan şikayət edir ki, ay yox, məsələn də mən çox aqressivəm, mən uşaqlarımı incidirəm, yoldaşımı incidirəm, içimdə o qədər aqressiya var, da. Yəni bu yenə Ki. də elə bil ki, belə üsyan kimi, vay şüvən kimi başa düşürsən? Onda da elə bil ki, ə, mütləq var mən, hansı ki aqressiv deyil. Mən indi şikayət edirəm ki, aqressivəm, amma mən ola bilərəm o mən, hansı ki aqressiv deyil. Yəni mən barışıq da deyiləm heç o faktla ki, aqressiya məndə həmişə olacaq. Mən sənə indi deyirəm ki, ölü aqressiv, məni gəl ki, çıxardaq o nöqtəyə, hansı ki, harda ki, mənim aqressiyam olmayacaq. Amma Yəni, sən bax, belə yoxdur, hə? necə? Deyirsən ki, elə nöqtə yoxdur, hə? Ki, yəni aqressiyam olmayacaq. Yoxdur elə nöqtə. İçimizdə bizdə aqressiya həmişə olacaq. Ən xırda şeydən ən böyük şeylərə qədər. Amma onun dərəcəsi, intensivliyi, nə qədər uzun zaman çəkdiyini, onu nə dərəcədə tanıdığımızdan, o yaxınlarımıza nə dərəcədə sevib dəyər verdiklərimizdən asılı olacaq ki, hansı reaksiyanı onlara göstəririk. Hmm. O heç bir yerə getmir. Hmm. Okay. Amma biz məsələn yaxınlarımızı özümüzün aqressiyasından qorumağa öyrənə bilərik. Necə? Yaxınlarımızı özümüzün aqressiyamızdan qorumaq. Qorumağı öyrənə bilərik. İnsan öz aqressiyasını tanıyanda artıq onun haqqında vay şüvən kimi danışmır. Qurban pozisiyasından danışmır. O həqiqətən çox belə sakit bir yerdən olur və çox tonu da başqa cür olur. Belə söz ağırlığı başqa cürə olur. Hmm. Mən neyniyim axı? Mən paxıl olmamağı bilmirəm. Mən bezmişəm paxıl olmaqdan. Paxıl olmaq istəmirəm. Neyniyim ki, babam heç vaxt getmir. Görsən vay şüvəndir. Hə. Burada yenə var mən, hansı ki, paxıl olmaya bilər və mən o Elə ideala bil qəbul etdin də ki, sən paxılsan. bir də Gördün. var ki, hə, mənə nə qədər də ağır olsa, bəlli bir zaman keçir, işləyirəm özümlə, mən görürəm ki, okey, var məndə bu xüsusiyyət, var məndə bütün xüsusiyyətlər və mən bundan yaşamağı artıq öyrənirəm. Və sadəcə ondan sonra sən o xüsusiyyətlə yaşamağı öyrənə bilərsən. Çünki ona qədər dediyim kimi, bir var mən hansı ki haqda şikayət edirəm ki, bu paxıllıq var, bir də var mən hansı ki paxıllıqsız ola bilər və mən ora çatmaq istəyirəm. Təmizləyin məni, düzəldin məni, deyin neyniyim. Ay Yuxan, neyniyim ki paxıl olmayım. Bir də var ki, bilirəm ki paxıllıq var, heç bir yerə getmir. Bəlli bir situasiyalarda qalxacaq, düşəcək. Dozası, intensivliyi çox azala bilər. Əgər insanın öz individuallığı yavaş-yavaş qurulursa, o individuallıqdan doğal olaraq, özü olaraq yaşayırsa, nə isə yaradırsa, dünyaya bir şeylər gətirirsə, özü olmaqdan zövq almağa başlayırsa, onda öz təcrübəni biləm, o çox aşağı düşür baxırlar. Amma Hmm. o vaxta qədər, haşan ki, individualın yoxdur. Paxıllıq ki, canavardandır da. O paxıllıq sayəsən, onun paxıllığını çəkirəm, ondan yaxşısını eləyəcəm. Yəni daima sən özünə paxıllığını çəkdiyin bir insana ehtiyac belə duyursan ki, onunla rəqabətdə daha yaxşı olasan, daha yaxşı olasan. O sənə stimul verir. Arxadan itələyən bir şey lazımdır. Çünki içindən o stimul yoxdur. Hmm.
Amma biz məsəl üçün sən həmişə deyirsən, pis və yaxşıya bölürük. Bəlkə də bu özü tam aidiyyatı yoxdur. Amma belə çıxır ki, demək ki, onda ki, paxıllıq özü də tam olaraq pis bir şey deyil də. Yəni bir yerdə səni motivasiya eləyən, bəlkə depressiyaya düşməkdən qurtaran, bəlkə deqradasiya etməkdən qurtaran bir şeydir. Bəlli bir səviyyəyə qədər hə, bəlli bir, əgər sənin hələ ki öz individuallıq nədir falan filan belə anlayışların yoxdursa, heç o yola düşməmisənsə belə kömək edir. Necə ki bizim ideal obrazımız bizi həyatda qalmağa kömək edir uşaqlıqdan bəri. Sosiallaşmağa, sosiumun içində özümüzə yer tapmağa kömək edir. İdeal obrazı pis bir şey deyil. Ondan da qurtulmuruq. Ondan da qurtulmaq mümkün deyil. O bizim elbəttə ki evimizdir. Həmişə olan bir evimizdir, amma onu yavaş-yavaş daha çox seçməməyi öyrənə bilərik. Çünki artıq o real mən olur, hansından ki mən artıq iriyənmirəm, zəhləm getmir. Mən olmağa köklənə bilirəm və onda mən daha az ehtiyac duya bilirəm ideal, özümdən başqa bir aygün göstərməyə. O vaxta kimi isə, hə, bütün o instinktlərdə yaşayırıq da. Demək ki, o vaxta qədər olan instinktlər də əslində elə də pis deyil də, bizim gözümüzə pis gəlir. Yox, pis bir şey deyil, bölünmürük pisə yaxşıya. Hmm. Hər şeyin bəlli bir zamanda özünün funksiyası var. Amma biz o təkəmmül yoluna çıxırıqsa, gerçək təkəmmül yoluna çıxırıqsa, insan, mən yenə də özümdən görürəm də bunların hamısını. İnsan bəlli bir nöqtəyə gəlir ki, harda ki başa düşür ki, məsələn, mən indi çox daha net görürəm ki, nə dərəcədə mənasızdır müqayisə. Qabaq mənə bu çatmırdı. Çatmırdı. Terapiyanın ilk ili də çatmırdı. Amma indi mən görürəm ki, yəni müqayisə qabaq məndə 100%-dirsə, nə bilim indi heç 20-30 olur ya yox. Elə bil ki, bilsən, təsəvvür elə ki, mənim 3 dənə əlim var idi Hı. və haçansa bu üçüncü ələ mən ehtiyac duymuşam. Hı hı. Amma mən bəlli təkəmmül yolunu gedəndən sonra o üçüncü əl elə bir quruyur, dırıb düşür. Lazım olmayan bir orqan kimi. Yoxdur. Ondan mən istifadə etmirəm. Başa düşdün? Və o bütün o xüsusiyyətləri ə, bir əlavə əllər kimi təsəvvür eləsək, elə bil ki, insan artıq düşünən bir varlığa çevriləndə instinktiv yaşayan yox, instinktləri ilə həyatda qalmağa çalışan yox. Bir var ki, bax mən, hansı ki, sən demiş, paxıllığın sayəsində, rəqabətin sayəsində nələrsə edirəm. O da nəticələr görə bilər. Amma onun daxili dünyası bu birisi Aygündən çox fərqli olacaq. Hansı ki, özünə tutunaraq, real özündən bir şeyləri doğmağa, yaratmağa çalışır. Orada daha unikal bir şey olacaq, daha fərqli, daha köklü, ağır bir şey olacaq. Və orada burada mən daxili dünyamda daha sülhdə olacağam. Amma burada mən həmişə gözüm kimisə axtaracaq daimi müqayisədə, daima rəqabətdə. Çünki sadəcə onun sayəsində mən bir şeylər edə bilirəm. Yəni tərkibcə biz fərqli oluruq. Amma buradakı pisdirmi? Yox, pis deyil. Hı. Bəlli bir zamana qədər bizə çox kömək edir. Bəhsəbəs olmaq kömək edir. Bəhsəbəsliyin sayəsində nə qədər şey edirsən. Ay, təbəs, təbəs. Amma bu tərəfdə, məsələn, sən ki, o ki, bəhsəbəs yoxdursa, olmasa, onda mən nə edərəm? Bax, orada daha maraqlı bir şeylər baş verir. Bəzən olur ki, insan elə yerə gəlir ki, bəhsə-bəs belə eləmək istəmirsən. O belə sənə təhqir kimi gəlməyə başlayır. İstəmirsən də, elə ki, başa düşürsən ki, istəmirəm kimisə kopyalamağı artıq. Ya da kiminsə rəqabətdə eləmək istəmirəm bunu. Mən özümdən olaraq nəsə eləmək istəyirəm. Sonra necə uzun, çətin yoldur. Hə, orada gərək yavaş-yavaş düşünən bir varlığa çevirəsən. Harda ki, sən artıq analizin, düşünmən, öz şəxsi fikirlərin formalaşmağa başlayır, öz şəxsi dünyanın. Harda ki, sən artıq instinktlərə daha az yaslanırsan. Yaşamağa başlayırsan, həyatda qalmaqdan yaşamağa keçirsən. O sadəcə insanda mövcuddur da, deyir ki, cümlə yadımdan çıxdı. Nəsə. Başqa sualımı da sənə vermək istəyirəm. Mənim bu şəxsi təcrübəmə əsaslanaraq bir elədiyim bölgüdür.
və onun içindən sənə sualını vermək istəyirəm. Mənə elə gəlir ki, mən əgər bir şeyləri anlayıramsa, obyektiv formada özəlliklə anlayıramsa, bu zaman mənim köməyimə əsasən mənim məntiqim gəlir. Analiz etmək, məntiq, görmək, tutam məsələn də yenə elə səninlə bir söhbət eləyiriksə, əgər sən mənə göstərirsə, mən orada maksimum dərəcədə məntiqimdə olmağa çalışıram ki, durumu istədiyim kimi emosiyalarımda ya da belə üsyanda falan deyil də olduğu kimi görməyə çalışım. Hı hı. Amma əgər məsələn müəyyən mövzu varsa ki, sən onu anladın, amma onu qəbul etmə ərəfəsində o olur ki, sən bunu bir də udursan da, elə o ki, gördün, bir də onu udursan ki, bu belədir. Mən istəsəm də bu belədir, istəməsəm də bu belədir. Yəni o üsyanı bitirirsən də. Nəyə görə? Amma orada məsəl üçün mənim təcrübəmə görə daha çox emosiyalar takes over da elə bir durumu ələ alır. Və elə bil ki, artıq emosiyalarım hara yönləndirsə, mən də ora. Nəyə görə? Əgər mən bir şeyləri anlayanda seçərəkdən əgər məntiqimdə qala bilirəmsə, Hı hı. onu qəbullanma prosesində isə o məntiqimi işə salıb özümü sakitləşdirə bilmirəm. Emosiyalarım üstələyir. Məncə bu direkt olaraq bağlıdır insanın özünü beynində nə ilə tanımlaması ilə. Bax, mən sənə misal verim. Konkret öz həyatımdan misal verim ki, Hə, sən ver, sən elə bəm deyirsən mən. yox, yox, rahat ol. Hə, mən misal verim ki, yəni ilk dəfə bunu hətta açıq belə public deyəcəm də. Çünki məndə də bir müddət aldı bunu özüm üçün bilməkdən qəbul etməyə. Bax, məsələn, mənim asıllığım var şəkərdən. Okay. Deyərsən ki, "Puf, nə böyük şeydir, narkotikdən asılı deyilsən ki, məsələn. Mən indi bir 43 yaşım varsa, yəni uşaqlıqdan özümü bildim biləli, mən şəkəri sevirəm. Hı hı. Mən yəni yeməyə bilmirəm. Mən ehtiyac duyuram. Bəzən epizodlar olur, harda ki mən bir qutu şokoladı qoyuram qabağıma, tək-tək şokoladlar olanda. Azı yarısını bir oturumda yeyirəm. Və bunu mənim haqqda heç kim bilmirdi. Bəzən yoldaşımdan da gizlədirdi. Çünki mənim üçün bu elə bir ki, ideal məndən bir utanc verici bir şeydir. Ki mən zəifəm. Mənim belə bir asıllığım var. Mən o güclü aygün deyiləm, hansı ki, bunun öhdəsindən gələ bilir. Hmm. Başa düşürsən? Mən bunu indi, özəlliklə son yarım ildə başa düşməyə başladım. Və özümə əvvəlcə yavaş-yavaş etiraf edirdim ki, var, var. Amma bir tərəf elə bil yenə də gəlirdi onu silirdi belə. Ki, yoxdur, yoxdur. Və məsələn, özümə sual verdim ki, niyə ay gün bir dəfə sən götür bunu, bu karovka şokoladı, yoldaşın qabağında ye. Bax, açıq necə var, elə deyirəm də, dürüst. Axı mən bunu təklikdə edirəm. Bax, heç kim görmür. Witness nədir? Zəiflik. Yox, witness. Witness, şahidlik. Şahid yoxdur. Bax, Hə. şahid yoxdursa, deməli kimsə görmür ki, mən bunu edirəm. Deməli, bu mənim haqda deyil. Mən özümdən gizlim bunu edirəm. Başa düşdün? Yoxdur, görən yoxdur bunu. Məsələn, mən özümə sual verdim ki, bax, otur bir dəfə bu korobkanı qoy, yoldaşımın qabağında ye. Görürəm ki, bunu edə bilmirəm. Çünki elə bil ki, bir nəfər belə bunu görsə, bu artıq gerçəkdir. Hmm. Başa düşdün? Əgər bu gerçəkdirsə, onda mən o Aygünəm, hansının ki, zəifliyi var. Hansının ki, asıllığı var. Və o bu asıllığın öhdəsindən gələ bilmir. Mən bunu özümə etiraf etməyinə qədər, mən onsuz da o şəkər yemək epizodlarımı edirdim.
Amma özümü o Aygünlə tanımlamırdım. Çünki mənə elə gəlirdi ki, mən onsuz bunun öhdəsindən gələcəm. Bu düzələcək. Ay birdən epizod oldu. Ay birdən epizod oldu. Amma mən o Aygün deyiləm. Mən o Aygündən hansında ki, bu keçib gedəcək. Wow. Hmm. Amma indi mən nəhayət ki, özəlliklə son bir neçə ayda artıq gəlirəm o nöqtəyə və gəlmişəm ki, indi də görsən artıq bunu deyirəm publicly, yəni hər kəsin önündə ki, məndə bu var. Və insan elə bil ki, bunu özündə görəndə və qəbul edəndə, sadəcə onda bu situasiya haqqında bir şey də bilir, necə deyir, o alkoqolik deməyənə kimi ki, alkoqolikam problemi ilə işləyə bilmir. Çünki ona gəlir ki, yox da şeylərdən içdim də, toya getdim içdim də, yəni belə-belə başa salır. Mən də özümü o Aygünlə tanımlayırdım, hansının ki, şəkər asılılığı yoxdur. Və çox maraqlısı odur ki, mən özümə bunu etiraf edəndən sonra, özümdə bunun varlığını normallaşdırandan sonra, bir növ qanuniləşdirəndən sonra, həqiqətən o epizodlar azalır. Və əgər onlar varsa da, mən artıq məsələn hiss edirəm ki, ya ay başıdır, ya nədirsə də, gəlir, gələnlər gəlir. Artıq özümü aldatmıram. Özümü aldadanda, məsələn, bütün gün görürəm, hiss eləyirəm ki, gəlirlər də, nəsə mən bu gün yemək istəyəcəm, amma ignore eləyirəm. Axşam yenə hansısa bir məqam gəlir. Uca evdə nə var? Xoşum gəldi, gəlmədi də, o başqa vaxt şirin şeyi yemərəm, amma yeyirəm. Amma özümə etiraf edəndən sonra deyirəm ki, uca hiss edirəm ki, bu gün mən məsəl üçün epizod ola biləcək də, mən nəsə istəyirəm. Mən özümü hazırlayıram. Gedirəm sevdiyim tortu alıram məsələn. Hmm. Başa düşdün? Bu həm də sən həmişə deyirsən ki, özünlə müttəfiq kimi olmaqda. Və özümü danlamıram bu barədə. Başa düşürəm ki, okey, bu mənim yaşamımın bir parçasıdır və mən bunu yox eləyə bilmərəm. Bundan qurtula bilmirəm, amma azalda bilirəm. Hmm. Sadəcə etiraf eləyəndən sonra mən bu barədə bir şey edə bilərəm. Kontrol altına sala bilərəm. Adam bilirsən necə edirdi? Məsələn, bir də görürdüm ki, oturmuşam və yeyirəm. Həqiqətən o belə şey olur. Bilirsən ki, heç adımda deyil haçan bu otaqdan çıxdım, gəldim bu otağa, amma bir də görüm uca yeyirəm. Çünki özümdən gizlin bunu edirəm. Özün özü o qədər özündən Özümdən xəbərsiz bunu edirəm. Bir də var ki, mən özümləyəm. Bilirəm ki, bu mənim haqdadır bu fakt. Məndə bu var. Elementlərini, əlamətlərini tanıyıram. gizlənir. Özümü də anlamıram, söymürəm buna görə. Başa düşürəm ki, bu mənim sadəcə mənim varlığımın bir parçasıdır. Və mən bu barədə bunu edə bilirəm. Və artıq utanmırsan bu barədə. Çünki, Hmm. çünki mən real məndə budur. Və epizodlar da daha az olur. Olanda da sən başa düşürsən ki, okey, bunun səbəbi var. Bu dəqiqə ya ay başıdımı, ya hirsləndimmi, ya nədirsə də səbəb var. Oturursan və yeyirsən. Hmm. Bəzən çünki insan elə bilir ki, özünə nəyisə etiraf eləsə, vso, əgər mən özümə etiraf eləsəm ki, mən zəifəm, mən heç vaxt heç nə eləyə bilməyəcəm. Yəni zəifəm də, heç bir şey. Amma elə deyil. Elə deyil. İnsan zəifdir, amma özünü yenə də güclü mənlə tanımlamaq istəyir. Amma zəifdir fakt olaraq. Məsəl üçün. Onda ümumiyyətlə şansın olmur da nəsə etməyə. Elə gəlir. Amma sən özünə etiraf etsən də ki, sən zəifsən, o qarantiya deyil ki, yəni bir şey dəyişəcək. Amma ən azından bir şans yaranacaq, hə, nəyinsə dəyişməyinə. Ən azından sən real özünü artıq aldatmırsan. Hmm. Aldatmırsan, özünləsən, başa düşürsən səninlə nə baş verir və o barədə bir şey edə bilərsən. Nə zamana qədər ki, sən özünü tanımlayırsan, yavnı, bir göz görə-görə görürsən ki, yox da məndə bu alınmır, mən zəifəm, məndə alınmır. Amma danırsan, insan belə hərdən belə dəli olmağa da başlayır. Ki necə axı bu mən deyiləm, hansı mənəm, bu mənəm, yoxsa bu mənəm? Belə çaşır O çaşmada bir aqressiya da yaradır insan içində məncə. özünə qarşı. Bir var ki, mənim zəhləm gedir ay gündən, hansı ki yeyir. Çünki mən axı o ay gün deyiləm. Sənə görə, sənin bu zəifliklərinə görə Hı hı. mənim məni ləkələyirsən ə, öz asıllığından. Bir də Hı. var ki, mən beləyəm, bu mənəm. Başa düşdün? Bu mənəm və mənim şəkər asıllığım var.
O demək deyil ki, mən sənə danışım ki, şəkər yeyirəm, yemirəm. Amma mənim bu epizodlarım var. Mən bu da, yəni mən artıq başa düşürəm ki, yəni bu 43 ilə bu heç yerə getmədi zaten. Niyə haçansa harası getməlidir, başa düşdün? Amma görsən necə bir fərqli obraz insanın özü haqqında yaranır. Bilmirəm, fərqi hiss edirsən ya yox. Bir var mən Aygün hansında ki bu yoxdur, ya da bunun öhdəsindən gəlib və artıq yoxdur. Bir də ki mən hansında ki bu həmişə var idi və həmişə olacaq. Görsən bu iki fərqli insandır. Hmm. Hiss edirsən fərqi yoxsa yox. İndi sən deyirsən, mən də özümlə bağlı fikirləşirəm. Mən sənə qədər bunu paylaşacaq qədər. Hayır, hamının gizli şey, sekretlikləri var. Hamının. Amma Hamının gəl nə asıllığı var. insan elə bil ki, o dediyin var. Elə bil ki, ona qarşı əgər onu aqressiv demirsə, bir mərhəmət hissi keçirdirsən o hissəvə qarşı. Hmm. Normal şərtlərdə keçirtməyəcəyin məncə. Hə, Anlayış hissi bəlkə də deyə bilərəm. hə. Məndə bu var. Və bu sənin ən pis insan eləmir, nə çünki amma bəlli bir yol gəlməlisən də ki, nəhayət ki özünü rahat şəkildə bununla tanımlaya biləsən ki, bu xüsusiyyətə sahib olan birisisən. Belə bizim də zamanımızda Edə biləsən. sualların qaldı. Bir dənə sualım qaldı. Bunu da sənə verim. Hı. Qısa cavab verirsən. Əm, Əgər biz nə olursa olsun, bəzi şeyləri həyatımızda aydın görürük. Artıq onlardan bir yerə qaça bilmirik. İstəsək də, istəməsək də, yesən də, yeməsən də budur məsələsi də. İstəsən də, istəməsən də budur. Amma biz yenə də onu qəbullamaqda çətinlik çəkirik və seçirik ki, yenə də gözümüzü bağlayaq və sanki bu belə deyil, bu belə olmayacaq, bu düzələcək, bu dəyişəcək, bu e, belə deyil, mənə elə gəlir ki, elədir. Nə bilim indi kimin ağlına nə gəlirsə də. Əgər biz yenə də belə bir dirənc göstəririksə, əgər biz yenə də qəbul eləmiriksə, o zaman biz özümüzlə bağlı ən önəmli nəyi itiririk? Özümüzü, real özümüzü. Əgər bütün bu yaxdan sadaladıqlarının o deməkdir ki, bu mən deyiləm. Bu mən ola bilmərəm. Bu mən deyiləm. Vəssalam. Özümüzü, real özümüzü. Real özümüzlə kontaktda. Hmm. Biz özümüzü tanımlayırıq. O insandan hansında ki bunlar yoxdur. Nə olsun ki Aygün bunu deyir, var. Yoxdur. Məndə yoxdur. Səndə bu var, məndə yoxdur. Hmm. Halbuki insan mən dediklərimi özündə axtarsa, hamı özündə nəsə bir şey tapacaq. Amma yox, tapandan sonra axı mənim haqqım, mən artıq özüm haqqında köhnəsi kimi düşünə bilmirəm. Vəssalam, özümü o obrazda tanımlaya bilmirəm. Adiləşirəm. Düzdür. Mən də oluram hamı kimi, hansında ki, bu artıq heç bir məsələn çox zaman asılılığı götürsək, axı asılılığı olan insanlara zəif insanlar kimi baxılır. Hmm. Bilmirəm. Düzdür? Amma mən öz zəifliyimə, nə olursa olsun, hamının öz asılılığı var nədənsə. Kimin ekrana, kimin pornodan, kimin nə istəyirsən də, hamının gizlin şeyləri var. Özündə onu görəndə və etiraf eləyəndə artıq özünü asılılığı olan insanlardan üstün görmür. Wow. Başa düşdün? Yox ki, məndə də var. Hmm. Ya da demir ki, nə olsa, heç olmasa məndə şəkər asıllığıdır, narkomaniyaya asılılığı deyil. Halbuki bunlar çox bənzər bir şeylərdir. Sadəcə indi dərəcəsi əlbəttə ki, şiddəti və ziyanı başqadır, amma məsələn yeməkdən asılı olan o qədər insanlar ölçüləri nə qədər böyüyür, nə qədər ə, sağlamlığa ziyan verilir falan filan da o da narkotik kimi bir şeydir hər biri. Telefonda scrolling. Hə də əslində sən qəbul eləməyin ki, mənim şəkərdən asılılığım var. Bir yerdə özünü qazanmağındır da, real özünü. Hə. Bir şeydə etiraf eləməməyin, dediyin kimi özünü itirmək. Hə də amma onsuz da o proseslər altdan-altdan hamısı elənilir. Sizin gözünüzdən gizli, mənim öz gözümdən gizli, hamının gözündən gizli. Mən yenə də yeyirəm o şokoladları. Yeyirəm o şirin şeyi. Hmm. Bir də var mən artıq o mənəm, hə, o mənəm, mən o insanam, hansı ki yarım tortu qabağına qoyub yeyə bilər bəzi günlər. Hə, özünə bunu icazə verməyə də. Ofitsial. İcazə vermək yox. Onsuz da mən ona icazə verdim. Onsuz da yeyirdim. Nasıl yeyirəm?
Amma o mən deyil idim. O mən idim hansı ki, indi çox yorğun idi, ona görə yedi. Başa düşdün? O mən idim hansı ki, uşağına hirsləndiyi. O mən idim, əşi Messi idi, ona görə idi. Başa düşdün? Hər şeyin içində başa salınır. Bir də var ki, mən oyam hansı ki, bunu yeyirəm. Mənim şəkərdən asıllığım var. Və mənim epizodlarım var, hardan açan ki, mən bəzən bunu yeyirəm, eləyirəm. Və bu dəyişmir, dönüşmür. Başa düşürsən? Bu var. Bunun öhdəsindən gələ bilmirəm. Bu epizodlar var və olacaq da. Sən deyəndə əslində çox məntiqli və asan səslənir, amma mən indi beynimdə özümə proyeksiyada bu Deyil, illərlə mən, illərlə, ən azı bir, nə bilim, indi 43 yaşıma gəlmişəm də ki, mən rahat olum bu şeylə. Yox, asan, heç asan deyil. Heç. Biz həmişə özümüzü daha yaxşı versiyamızla tanımlamaq istəyirik. Məndə bu yoxdur, yox, o yox. Yox, məndə bu yoxdur. Amma axtarsaq tapsaq o qədər şeylər var içimizdə. Belə, qurtardı sualların. hə. Önəmli olanlarına əsas verdim. Təşəkkür edirik diqqətiniz üçün. Sizin də etiraflarınız, o gizli etiraflarınız varsa aşağıda etiraf edin. Like'larla, şərhlərlə dəstəkləyin. Çox kömək edir videolarıma. Biz isə yubileyimiz gəlir axır qaliba əslində. İki episodumuz qalır, yubiley gəlir. Növbəti buraxılışda görüşərik. Sağ olun. Hələlik.